Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz dostlar, Qurana görə iman gətirənlərin növləri haqqındadır mövzumuz. 1. Dil ilə deyib, qəlb ilə təsdiq edənlər. Bu, həqiqi möminlərdir. Onların imanı qəlbdə sabitdir və əməli ilə də təsdiq olunur. 2. Dil ilə deyib, qəlb ilə təsdiq etməyənlər. Bunlar isə münafiqlərdir. Quran onlar haqda belə buyurur. İnsanlardan eləsi də var ki, Allaha və axirət gününə iman gətirdik deyirlər. Halbuki iman gətirməmişlər. Bəqərə surəsi 7-ci ayədə buyurulur. 3. Qəlb ilə təsdiq edib, dil ilə gizlədənlər. Məsələn, zalım mühitdə imanını açıq deməyə qorxanlar. Quran bunları mömin sayır. İman gətirib, imanını gizlədən bir kişi dedi. Qafur surəsi 28-ci ayədə bu haqda bildirilir. 4. İman gətirib, əməl etməyənlər, yəni imanı var, amma zəifdir. Günaha aluda olur. İlahi əmrləri tamam yerinə yetirmir. 5. İman gətirib, əməl edənlər. Ən üstün möminlərdir. Onlar imanlarını salih əməllərlə sübut edirlər. Quranda onlar tez-tez zikr olunur. İman gətirib salih əməllər edənlər, onlara cənnət müjdəsi vardır. Bəqərə surəsi 25-ci ayədə bu haqda bildirilir.